Salam değerli əziz izləyicilərimiz. Sünsün Binə qəsəbəsində bolluqda asfalt yola yaxın dostlar, mərkəzi asfalt yola da yaxın beton monolitdir. Yəni 1 ilə 2-nin arası beton monoliti olan gözəl bir dənə paket qubçalı evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Evimizin jalüz qapısıdır, giriş qapısı ayrıdır. Qiyməti də çox münasib qiymətə deyilir. Gördüyünüz kimi qapımız da açılır. Değerli dostlar, evimiz tam küçənin üstündədir. Ətraf yaşayışdır. Qiyməti də münasib qiymətə deyilir değerli izləyicilərimiz. Asfalt yola yaxındır. İnşallah keçəcək. Famil müəllim də çox sağ olun, var olun. Allah razı olsun. Değerli dostlar, daxil oluruq həyətə. Değerli dostlar, həyətimiz 2 maşınlıq həyətdir. Yəni sayğaclarımız da mövcuddur. Evimiz 2 mərtəbəli 5 daş kürsülü müştərilərimiz var idi. Yəni kürsülü ev axtardılar ki 2 mərtəbə kürsülü olsun. Su çənimizdir. Bu da kombi aparatımızdır. Hər bir şey yerindədir. Dikilişi də dostlar tam keyfiyyətlidir. Tam keyfiyyətli. Qiyməti də ki münasib qiymətə deyilir dostlar. Sizdən xahişim videonun sonuna izləyin ki tam ətraflı sizin üçün məlumatı verim. Keçən evin içərisinə. Girişdə belə bir koridorumuzdur. İstipoldur dostlar. Bak burada bir tane böyle bir qonaq otağımızdır. Qonaq otağımız tam bildiğimiz banket zal dostlar. Həqiqətən də çox qəşəng genişdir. Değerli izləyicilərimiz, alt mərtəbədə qonaq otağıdır. Burada sağ tərəfdə bizim mətbəximizdir. Mətbəximiz də qəşəng genişdir. Mətbəxdə də televizor kabel yeri yeni qoyulubdur ki, yəni televizor qoşmaq üçün değerli izləyicilərimiz. Qaz xətti evə kimi çəkilirdi. Və burada keçirik sanitar və sanuzelidir. Aksesuarlar hər bir şey qoyulubdur. Bu hissədə pilləkənin altıdır. İstipolun sistemi burada yığılıbdır. İndi qalxacaq 2-ci mərtəbəyə. Değerli dostlar, yenə deyirəm, Binə qəsəbəsində bolluq masifində 2 mərtəbəli 1 ilə 2-nin arası beton monolitdir. Qiyməti də münasib qiymətə deyilir. Yuxarı belə bir geniş holumuzdur. Dama çıxış kimi qoyulubdur. Burada bizim sanitar və sanuzelimizdir. Burada bir yataq otağı. Bu bizim 2-ci yataq otağıdır. Burada bizim 3-cü yataq otağımızdır. Və buradan da balkona çıxışımız. Ətraf yaşayışdır. Çox qəşəng, gözəl evdir, şirin evdir, keyfiyyətli evdir. Değerli izləyicilərimiz, evimizin qiyməti 137.000 manata deyilir. İnşallah gəldikdə real alıcı ilə danışıb razılaşmaq olar. Allah Allah, satanda xeyir versin. Sağ olun, var olun.